embrionu dondurmaq niyə bu qədər vacibdir? Bir çox insan bunu sadəcə texniki prosedur kimi görür. Amma əslində bu gələcəyə təminatdır. Hansı hallarda bu çıxış yoludur? Təsəvvür edin, süni mayalanma etmisiniz. Amma bütün sağlam embrionları bir dəfəyə köçürmək mümkün deyil. O zaman artıq embrionlar dondurularaq gələcək üçün saxlanılır. Ailə hələ hamiləliyə müxtəlif səbəblərdən hazır deyil. Məsələn, karyera qurmaq istəyir və ya müxtəlif xəstəliklər, eləcə də onkoloji xəstəliklər səbəbindən hamiləlik sonraki zamana ertələnir. Beləliklə, sağlam və gənc yaşda əldə olunan və dondurulan embrionlarınız sizin gələcəkdə ana-ata olmaq şansınızı artırır. Müasir texnologiyalarla süni mayalama mərkəzlərinin öz qaydalarından asılı olaraq hətta 10-15 ilədək belə embrionlar təhlükəsiz şəkildə maye azotda qorunub saxlanılır. Ən maraqlısı isə odur ki, dondurulmuş embrionlardan doğulan körpələrin sağlamlığı ilə təbii yolla dünyaya gələn körpələr arasında heç bir fərq yoxdur. Bu, qadına və ailəyə seçim azadlığı verir. Ana olmaq indi, yoxsa illər sonra.